Xoş gördük əziz dinləyicilər. İlber Ortaylı kimi tanıdığımız Türk dünyasının həqiqətən yetişdirdiyi ən böyük tarixçilərdən birini itirdi. Əlbəttə hər bir şəxsə, hər bir Türk xalqına, bütün Türk xalqının başı sağ olsun deyirəm. İlber Ortaylı həm də Türk tarixinə, Türk dünyasına, Türkiyə Cümhuriyyətində Şah İsmailçılığı normal sürətdə tanıtdıran, Türk dünyasını normal sürətdə tanıtdıran bir şəxsiyyətidir. Həm də öz fikirləri ilə istər iqtidarı tənqid etmək, istərsə bütün dünyanın mədəni tərəflərini ortaya qoymaqla bütün Türk dünyasına yaxşı bir örnək təşkil edən şəxsiyyətidir. Həm də Azərbaycanı çox sevirdi. Həm də Azərbaycan, Orta Asiya, Azərbaycan tarixindən istər Qacarlar olsun, istər Əfşarlar olsun, istər də Səfəvilər olsun. Mən düşünürəm ki, Türkiyədə buna ən layiqli qiymət verən şəxslərdən biri, ən böyük tarixçilərdən biri idi. Həm də Türk dünyasının, indiki Türkiyə Cümhuriyyətinin ayılmasında Şah İsmail xəstəliyi, Şah İsmailə düşmənçilik xəstəliyinin ortadan, o xofun ortadan qaldırılmasına çox böyük xidmət olmuşdu. Allah rəhmət eləsin. Təşəkkür edirəm.